Biz taxta döşəmələrdən, xüsusən parket kimi tanınan döşəmələrdən danışmaq istəyirik. Qonağımız uzun illər bu sahədə çalışan mütəxəssis Şahzadə Məmmədovdur. Xoş gəlmisiniz Şah Usta, necəsiniz? Sağ olun, yaxşıyım. Biz sizi çoxdan araşdırmışıq və kimdən soruşmuşuq, harada izləmişik. Deyirlər ki, doğrudan da işinizin şahısınız. Var belə bir söhbətin, yəni neçə ildir bu sahədəsiz? Təxminən belə deyək, 76-cı ildən ağacdan işləmişəm, 76-cı ildən bu günə qədər. Ortada 6 il buxaltır işləmişəm, Xalçavad İnstitutunu qurtarmışam, müasir işləmişəm, ağac emalı zavodda. Ancaq sırf parketlə 31 il məşğulam. 31 il. Bəli. Yəni bu qədər belə sahəni dəyişəndən sonra özdə mühasib işi statuslu işdir. Hər adam da bacarmır bu işi. Necə oldu birdən-birə sonra artıq parketdə 31 il dayandınız, yox? Sovet hökuməti dağılandan sonra əmək haqqlarımız biraz azaldı. Kifayət qədər olmadığına görə mən də evlatlarımı, qız evlatlarımı oxutmaq üçün özümü parket aləminə qoşmuşum, qızlarım təhsil alsın. Düz evlatlarım üçü də alt təhsilli, üçünü də oxutmuşum. Onlar inşaat sektorda? Onlar da buxalteriyanı qutarıb. O, nə gözəl, maşallah. Hər birini salamlayırıq. Teşekkür edirəm. Bütün istər Azərbaycanlıları, hər kəsi, hansılar ki çalışırlar, işinin peşəkarı olurlar və illər sonra, təbii ki, artıq bax, sizin də yaşınıza böyük təcrübə gəlib çatanda biz də canla başla dəvət edirik ki, sizin bir böyük kimi məsləhətlərinizi həm də eşidə bilək. Yenə də xoş gəlmişsiniz. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəlmişsiniz. Buyurun. Bu arada mən Azərbaycanda Reyner şirkətinin texnologiyam, yeganə Respublikada texnoloqam və İtaliyada... Yəni yoxdur sizdən başqa? Xeyr, texnoloq yoxdur. Nəyə görə belədir? Lak və rənglər üzrə mütəxəssisəm. Parketin lakları və rəngləri parketi rəngləmək üçün. İstənilən parketi istənilən rəngə salmaq olur. Hazır laklı parketlər şəklində. Ona görə də burada seminar keçirdik. Sonra İtaliyaya dəvət aldım. İtaliyanın Bologna və Milan şəhərində oldum. Özümdən başqa 4 ustad aparmışdım və orada da seminarlar keçirdik İtaliyada və zavodla tanış olduq. Böyük bir zavoddur, həddindən artıq çox böyük bir zavoddur. Möhtəşəm də lakları var, rəng və lakları var. Amma çox maraqlı gəldi. Bax, dediniz, Azərbaycanda da oradan yeganə həmin insansız ki, hansılar bu rəng mütəxəssisi kimi qeyd olunur. Yəni, nəyə görə yoxdur digəri? Yəni, buna səbəb nədir yanır? Buna səbəb o ki, Azərbaycan Respublikasında bizim ustaların əmək haqqı az olduğuna görə qazançları Ostonoku ala bilmirlər. Ostonoku, əsasən Ostonoku buraxır İtaliya, Almaniya ölkəsi, bir də Şveysariya. Yəni, Ostonoklar çox baha başa gəlir bura. Ostonoklar onlarda olmadığına görə onlar əllə vururlar rəngləri, rəng vuranda. Əllə vuranda da istər-istəmez ləkələr görsənir. Ancaq stonok bir başqa şeydir. Onda biz sözün, indi biz keçəcəyik mövzumuza, buradan bir reallıq da yaranır ki, onda bəzən bir işin mütəxəssisi olmaq üçün adama pul da lazımdır, yox? Mütləq vəsə bu reallıqlar var. Düzdür, mən 2008-2009 almışdım, o devirdə ucuz idi. O devirdə ucuz idi. Çox sağ olun, gəlmiş bir daha. Mən istəyirəm WhatsApp nömrəni xatırladım dinləyicilərimizə, onlar da öz suallarını yazsınlar. Bir daha qeyd edirəm, taxta döşəmələrdən, xüsusən parket kimi tanınan döşəmələrdən danışırıq əziz dinləyicilər. 055-203-1103 bu bizim WhatsApp nömrəmizdir. Siz də səsli mesaj göndərin, yazın bizə nə fikirləriniz, suallarınız varsa. Ulduz 8103 birbaşa bizim canlı efirimizə qoşulmaq üçün nömrədir. Zəng edə bilərsiniz və uzun-uzadı hər hansı bir ardarda olan suallarınız yığılıbsa ürəyinizi boşalda bilərsiniz, necə deyərlər. Şah Usta, Sovetlər dövründə çox populardır, yəni parket məhsulu. Nədir bu parket, yəni? Nədən hazırlanır? Nə danışa bilərsiniz bizə? Parket hazırlanır, palıd, fıstıq ağaçlarından hazırlanır. Əsasən Azərbaycanda olan bunlar idi. Mən hələ 1977-ci ildə ağac emalı zavodda işləyəndə biz parket buraxırdıq. Zavod, ağac emalı zavodu parket buraxırdı. Bakı Başkent İdarəsi evlər 16 mərtəbələr yox idi. 9 mərtəbələr evlər içəndə evlərə parket vururdu. O devirdən var idi. Parket həmişə var. Əsasən güclü istehsal edənlər Rusiyadır, Ukrayna, Belarusiyadır. Azərbaycanda da var, istehsalı var. Məsələn, Azərbaycanda parket istehsal edirlər. Sadəcə ev sahiblərinin bəzilərinin, məsələn, onun məvacibləri deyək, çatmadığına görə laminatdan istifadə edir. Ancaq parketin yerini heç nə vermir. Parket bahadır. Bəli, deyə bilərik. Yəni biz irəliləyən dəqiqələrdə onsuz da qiymətlərdən danışacağıq. Bilirəm, bəli, qiymətlərdən. Həmçinin elə bax siz dediyiniz kimi bizim də istehsal var, təbii ki, və digər ölkələrdə qeyd elədiniz. Bax, onları müqayisə eləyərik. Bəzi reallıqlar var. Onsuz da biz burada proqramda nə varsa onu deyirik. Bəli. Və onların keyfiyyət məsələsinə də yer gəlmişkən toxunaraq. Dediniz parketin neçə növü var? Yəni ümumi çoxmu növləri yoxsa? Yox, parketlərin əgər siz sortunu deyirsə, sortlar 4 sortu var. Birin 3 sortdan 4 sorta qədər gəlir. Ancaq
neçə növ var. O növü məsələn İndoneziyadan gəlir, Armuzya gəlir, Krasnoderova gəlir, onlardan Afrikadan gəlir, Merban gəlir. Məsələn bu parketlər Avropadan onlar gəlir. Sonra İtaliyadan hazırlıqlı parketlər gəlir, Almaniyadan, Türkiyə istehsal olan və bir də var ki, altı dik dolub üstü şipon olan. Ona deyirlər injinerli daska. Yəni, Rus dilində injiner, ya, mühəndis lövhəsi. Mühəndis lövhəsi. Bəli, onlar da laklı da var, onlardan laksız da Azərbaycanda var. Xaricdən, Türkiyədən və digər Avropa ölkələrindən bizim Azərbaycana gəlir və bugünkü gündə satışda var. O növlərin yenə də keyfiyyəti ayrılır. Bəli, onlar vışı sort var, birinci sort, ikinci sort, üçüncü sort və dördüncü sort redki az olur. O da ki, yerli məhsullarda olur. Yəni, Rusiya və digər Avropa ölkələrindən gəlir. Bəli. O növ, o dördüncü növ necə adlanır? Dördüncü növ üstündə dördüncü növ yazır. Onlarda belə üstündə ağlar olur, sonra düyünləri çox olur. Əslində Avropaya mən getmişdim, məsələn orada biz gəzdiyib baxdıq, onların mağazinləri ilə, böyük şeylərlə də maraqlandıq. Avropada ən çox onlar düyünlü ağacları seçirlər. Çox evlərinə parket lövhəsinin düyünlərdən istifadə edirlər, düyünsüzdən istifadə eləmirlər. Yəni onlar onu sevir. Ancaq bizim Azərbaycanda ev sahibləri və sahibələri deyir ki, mənim parketimə bir dənə düyün olmasın. Əslində elə deyil. Onun öz bir gözəlliyi var. Gözəlliyi var. Əslində saf olsun, qurd düşməsin. Amma düyün olsa olur. Düyün olanda nə olasın ki? Əlbəttə ki. Parket bir müddət öz populyarlığını itirdi. Yəni şahsda yerini döşəmə ağaclarına daha sonra da laminata verdi. Yəni ki, ondan sonra döşəmə ağaclar gəldi, laminat gəldi. Bəli. Bu nə ilə bağlı idi ki, bax dövrü getdi, gəldi? Laminat ucuz başa gəlir deyənə ev sahiblərinə vurulur. Əslində, mən bir şey deyəcəm, bir dəfədə bir canlı yayımda mən dedim, laminat satanlar məni bloka atdılar. Doğru. Söz nəsil mənə? 1-3-4-də, əslində. Laminatın, Livoy bir laminat satan Azərbaycan Respublikasında satışda olan xəbər alsın ki, onun üzünə vurulan lak nədir? Heç də deyə bilməzlər, durub üzvə baxacaqlar. Nədir o? Alüminium oksid lakdır. O keramikanın üstünə vurulan lakdır. Əslində, bütün dünya səviyyəsində götürüb araşdırsınız, laminat, yataq otaqları, bağça, məktəbə vurmaq olmaz. Səbəb? Səbəb insan orqanizminə ziyandır. Alüminium oksid. Nə qədər ziyandır? İndi orada az-çox məsələsi var. Yəni biz deyə bilək, əməlli başlı ziyandır ki, bu vurmaya. Əməlli başlı ziyan körpə, bağça, məktəblərə tamamilə qadağandır dünyada. Amma bizdə vurulur? Bizdə, mən bilmirəm, məktəbdə, bağçada vurulur. Onun vurulması ofislər üçündür, ayaqqabı ilə gəzən yerlər üçündür, yaşam obyektləridir, nazirliklərdir, yəni ayaqqabı ilə gəzən yerlər. Yaxşı, bunun ustaları nə aidiyyatı var ki, bunlar bloka atıb, qardaş? Usta yox, mağazin atıb. Mağazin atıb özdə. Ona görə ki, mən deyəndə ki, sən bilmirsən alüminium oksid nədir, mənə deyir ki, sən usta, dönəm ustasan, fikirləşmə ki, mən 50 ildir ki, bu işin içindəyəm. Bilmir də, deyib. Elə insanlar var ki, adam gəlir. 50 il oldu ki, mən maşallah. Onda biz burada yubiley deyirlər də deyəsə ona. Biz 50 illiyi burada qeyd edirik də. 50 illidir, bəli. Allah can sağlığı versin. Bəli, uzun ömür arzuluyoruz sizə. Həmişə bizim yanımızda olarsınız. Davam edirik və 055-203-1103 WhatsApp nömrəmiz əziz dinləyicilər, siz də suallarınızı yaza bilərsiniz. Və deyirsiniz ki, bugün laminata tələbat bugün də çoxdur. Çoxdur, bəli. Qiymətinə görə həm də. Ancaq qiymətinə görə ev sahibləri, çünki parketin kvadratı bahadır, vurulması bahadır, lakı bahadır. Ona görə də gedir 10 manat, 20 manat, 30 manat, lap 40 manata alır, laminatı vurur, rahatsızca vurur, döşəməni gedir. Bəziləri betonun üstündən vururlar. Ümumiyyətlə, Avropada baxırsan, betonun üstündən vurulan parketlər, steşkanın üstündən. Steşkanın üstündən vururlar bizdə. Ancaq düzgün qaydada vurmurlar. Bir mənalı olaraq buradan onu qeyd eləmək istəyirəm ki, laminatın istəyir laminat, istərsə də laklı parketləri bir steşkanın üstünə vurulmaq üçün birinci onun betonun nəmliyi yoxlanmalıdır ki 98% beton quru olmalıdır, bir. İkinci şirfovka olmalıdır. Tamamilə şirfovka olmalıdır. Üçüncü quruntovka vurulmalıdır. Ondan sonra sən onu vura bilərsən. Ancaq görün bunu bizdə eləyirlərmi? Yox. Çünki işbazlar deyir ki, yox, vur üstündən geçsin. Niyə vuracaq? Axı kley tutmayacaq. 5 ildən, 3 ildən sonra özünüz görəcəksiniz ki, görə-görə də gəlirik. Hamısı onlar betondan buraxacaqlar. Çünki qaydası budur. Birinci 98% quru olmalıdır, ikinci şirfovka olmalıdır, plisoslanıb quruntovka vurulmalıdır. Quruntovkadan sonra ola bilər. Bak görürsə artıq müştərilər zəng edir. 055-203-1103 WhatsApp nömrəmiz də izləyicilər. Və döşəmə ağaclardan bugün var tələbat. Və laminata nisbətən onu, aha, buyurun. Azərbaycanda belə deyək ki,
üzrü Buyurun. sizə qoyum. İstəyirsiniz götürün, danışın. Yox. Bir var. Azərbaycanda var taxtalar var. Məsələn, Rusiyadan gələn daraq taxtalardır. Çox hissələrdən ibarət. Belə daraq, keçirtmə daraqlardır. Onlar möhtəşəmdir. Onlar ona görə möhtəşəmdir ki, onlar aralanmır. Nəyə görə? Onun qurutma var. Biz Sovet vaxtı bizdə 14 kamera var idi. Şurka deyirlər ona. Onlar paravoz şurka deyirlər. Yəni parla quruldurma. 1 saat par verilir. Digər 1 saatda avtomatik hava külək onu qovur, havası qovur. O qurulan, bu cür qurudulan texnologiyanın qurudulan taxtalar, taxta döşəmələr deyə heç vaxt ayrılmır. Yəni aralanma vermir. Ancaq quşlar olsunlar, yəni elə bilənsinə adi bir otaqlara yığıb orada istilik yaratmaqla onlar aralanma verir, geci-tezi verir. Biz ətraflı danışacağıq. 055-203-1103 WhatsApp nömrəmizdə izləyicilər, siz də suallarınızı yaza bilərsiniz. Biz reklamlara ayrılaq, reklamlardan sonra əlbəttə qayıdıb yenidən Şah Usta ilə bərabər bu mövzuda daha da ətraflı danışacağıq. Xəzər radiosunda reklam vaxtı. Prior'da bu traktor indi daha da sərfəlidir. 110 at güclü New Holland TD 5.110 universal traktorunu indi cəmi 5110 AZY-nə əldə et. Ətraflı məlumat üçün 858-ə zəng et. Əsl məsələ o deyil, məsələ səsələmək. Euroaksdan dinləmək, özünə bəsləmək. Əsl məsələ Euroaksdır. Müasir tibbi texniki bazaya malik West Hospital pasiyentlərinə 20-dən çox tibbi şöbəsi ilə xidmət göstərməkdədir. Təcili və təxirə salınmaz tibbi yardım şöbəsi 24 saat xidmətinizdədir. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdir. Binanızın fasadını yaxud evinizi daş yunu ilə izolyasiya etmək istəyirsiniz, o zaman bu sahənin peşəkar və lider şirkəti olan Kaspian Enerji Qrupa müraciət edə bilərsiniz. İzolyasiya materiallarında ölkəmizin iri idxalçısı olan Kaspian Enerji Qrup izolyasiya və inşaat materiallarının çox geniş çeşiddə məhsullarını təqdim edir. İzolyasiya sahəsinin məşhur markaları olan Texnonikol və Pinoplex markalarının ölkəmizdə rəsmi nümayəndəsi məhz Kaspian Enerji Qrupdur. Bu səbəbdən uyğun şərtlər və yüksək keyfiyyət axtarışında olanlar seçiminiz Kaspian Enerji Qrup olsun. Telefon 050 458 88 88. Əsl məsələ o deyil, məsələ səsələmək. Euroaksdan dinləmək, özünə bəsləmək. Əsl məsələ Euroaksdır. Abşeron Mall'da Shopping Fest başladı. Ulduzlu mağazalardan alışveriş et. Dipal S09 avtomobili kazanmaq şansı əldə et. 3 ədəd Şarman Şeyx turu, iPhone 17 Pro, iPad, skuter və daha çox hədiyyə səni gözləyir. 30 sentyabradək hər 50 manatlıq alışverişdə bir lotereya bileti qazan. Abşeron Mall'da daha çox alışveriş, daha çox şans deməkdir. Əlaqə Ulduz 6767. Premium Residence Sürpriz layihəsində cəmi 15% ilkin ödəniş, 36 ay daxili kreditlə mənzil sahibi olun. Telefon Ulduz 1122 premiumresidence.az. Pulunu sadəcə yığmaq yox, hər gün artdığını da görmək istəyirsənsə, bir bank yığım hesabı tam sənlikdir. Bir bank yığım hesabında pulunun artması üçün ay sonunu gözləmirsən. Cəmi 24 saat kifayətdir. Çünki hesablanan faiz hər gün balansına əlavə olunur. Üstəlik pula ehtiyacın olsa və pulunu çıxarsan, qazandığın faizlər də özünə qalır. Bir bank yığım hesabı ilə gözləmədən qazan. Bir bank, Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəh nişanıdır. Adamın yaxşı pulu olar, bir dənə yaxşı maşın alar, qoya altına. Baxı, yaxşı pul nəyə deyirsən? Olsun da, ən azı 30 min. 30 mini nə edirsən? Gəl təzə maşını 1 manata da satmalıdır. 1 manata? Hardan? Xəbərin yoxdur. Bütün marketlərdə bizon soyuducularından. 13 həftə, 13 avtomobil. Ətraflı məlumat promo.bizon.az. Arzularınızı hansı məbləğ reallaşdırar? İndi ATB-də 80 bin manata dək 9,9%-dən başlayaraq zaminsiz kredit əldə edin. Arzular kifayət etmir. Sadəcə müraciət edin. Azərtürkbank sizin dövlət bankınız. Azərtürkbank Azərbaycan Respublikası Mərkəzi Bankının 234 nömrəli lisensiyası əsasında fəaliyyət göstərir. Positano, Bali, Mykonos və Marokko ruhu bir layihədə birləşdi. Premium Residence Sibrizdə. Mənzilləri 15% ilkin ödəniş, 36 aylıq daxili kreditlə əldə etməyə tələsin. Sadəcə mənzil deyil, həyat tərzidir. Telefon Ulduz 1122 premiumresidence.az.
Vöyenlə işləyirsiniz? Təcili pul lazımdır? İndi Vöyenlə ABB bizdən 100.000 manata dək krediti tam onlayn əldə edə bilərsiniz. Həm də zaminsiz və girovsuz. Elə indi businesskredit.az saytına daxil olun, işlərinizi böyüdün. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Xəzər Radiosunda reklam vaxtı. WhatsApp nömrəsi 055 203 1103. Parketlərdən danışırıq əziz dinləyicilər və bu məsələdə bizə Şah Usta köməkçidir. Təşəkkürümüzü bildiririk ki, bizim studiyamıza gəlib, dəvətimizi qəbul edib və artıq 31 ilini bu işin içinə qoyan, özünə həsr eləyən, bu işə həsr eləyən özünü Şah Ustamız var. Əlbəttə bütün ətraflı məlumatlar nə varsa ondan öyrənə bilirik. Bir dinləyici yazıb ki, bambukdan klassik parket varmı Azərbaycanda? Pambuk sahada parketi, pambuk bir-birinə preslənmiş, yapışdırılmış parket isti. Yəni pambukun içi ortası bir deşik olan bir ağaçdır. Pambukun üstünə vurulan lak, o da alüminium oksiddir. Ayaq altında gəzəndə ayaqqabı ilə gəzsən bizə əzilmə ehtimalı sıfıra bərabərdir. Yəni var amma. Var Azərbaycanda pambuk istehsalı var. Pambuklar da Azərbaycanda biri var süni ona bəzək vurublar. Üstündə belə deyək tonirovka, yəni rəng vurulub, süni də onlar. Onlar şifrovka eləyəndə tamamilə öz rənginə qayıdır. Bir də var ki, təbii özü necə var, məsələn öz üzündə şəffaf görünür. Onlar başqadır. Ancaq ev sahibləri bəzəkləri seçirlər, alırlar. Bir müddətdən sonra 10 ildən 15 ildən sonra məcburlar ki, onu təzədən qaşısınlar, şifrovka eləsinlər, üstünə lak vursunlar. O rənglər olmayacaq. O özünün istehsal prosesi olduğu kimi birinci qatda necə görünür, elə də görünəcək. Yəni rəng gedəcək. Şah Usta, indi isti döşəmə etdirən də çoxdur. Yəni parketdən imtinanın səbəbi kimi bəzən bunu da əsas gətirirlər ki, isti döşəmə eləyirəm deyə parket eləmirəm. İsti döşəmənin üstündən parket vurmaq olarmı? Bunun qaydası var? Əgər olarsa qaydası varmı? Toplu poldur, isti döşəmənin üstündən parket vurulur. Bu şərtlə ki, orada 7 cm göstərilir. Məsələn ki, 6-7 cm toplu pol üstünə eləmiş stəşkadan 6 hissədə olmalıdır. Yəni istilik. İstilik orada termometri ölçmək üçün çöldə aparatura var, o qoyulmalıdır. Parketə 28, yəni belə deyək, 15-28 dərəcədən, yəni ən axırıncı 28 dərəcədən yuxarı istilik vermək olmaz. Çünki 28 insan öz evinizdə yaşadığınız evdə hətta termometr qoysunuz, 26 dərəcə eviniz olsa daha sizə yaxşıdır. Ürək fəaliyyətləriniz belə nəfəs almaq rahatdır. Komfort olacaq. 28 dərəcədən yuxarı olanda həmin parketlərdə quruma gedir, dəhşət, quruyanda da aralanma verir. Həm də insana artıq ziyanını. Mütləq ona riayət eləməlidir ki, temperatur niyə olmur, toplu pol. Onda siz deyirsiniz, bunu eləyiriksə mütləq ki, bu temperatur datçıqı falan qoymalıyıq. Datçıqlar qoymalıdır. Məsələn, parketdə evin temperaturu 28 dərəcədən yuxarı olmaz. Hətta lak vuranda belə, mən usta yoldaşlara deyirəm, lak vuranda lakın üstünə yazılıb ki, sən lakı vura bilərsən, parketin üstünə lakı tətbiq eləyə bilərsən, 15-28 dərəcə arası. Görürsünüz, elə məqamlar var ki, doğrudan da, yəni burada ustanın özünün peşəkar olması da vacibdir. Yəni bugün usta belə hər şey düzgün eləyəndə və yaxud düzgün etməyəndə sağlamlığımıza təsiri var. Yəni burada təkcə əsəblərdən getmirsə. Bəli, ürək damar bəli, əlbəttə ürək damar sistemlərindən gedir. Yəni bu nəfəs borularından və s. Ona görə də bax özünüzdən müğayət olmalısınız. Ən əsası da West Hospital var. Bax bunu da biləsiniz ki, əgər sağlamlığınıza hər hansı bir problem hiss eləyirsinizsə, bəlkə gedib artıq müəyyən bir testlərdən keçmək istəyirsinizsə, tam müasir yeni tibbi texniki bazaya malik West Hospital biləsiniz ki, pasientlərə ən üstün tibbi xidmətləri göstərir. Özdə 20-dən çox tibbi şöbəsi var. Təcili və təxirə salınmaz yardım və klinik laboratoriya xidmətləri də öz yerindədir. Müasir standartlara cavab verən rəqəmsal cihazları ilə fəaliyyət göstərirlər. Qısa nömrəsi isə Ulduz 7606-dır. Lazım olsa zəng eləyin, ətraflı məlumatı da alın.
Evrox isə Azərbaycan bazarında ilk mobil aksesuar brendidir və 2017-ci ildə istehsal mərhələsinə başlayıb. Məhsulları çoxdur: smart saatlar, powerbanklar, adapterlər, naqillər, holderlər, yəni çoxdur. Sadalmaqla bitmir. 2 il zəmanət təqdim edirlər hər bir məhsula və məhsulun yan hissəsindəki QR kodu skan edərək anında zəmanətlə aktivləşdirmək mümkündür və Evrox məhsullarını ölkə üzrə bütün mobil aksesuar və elektronika satış nöqtələrində də əldə etmək mümkündür. Evrox'a təşəkkür edirik. Prior Leasing fermerlərə əla fürsət yaradıb ki, müasir fermerlərə müxtəlif kənd təsərrüfatı texnikalarını çox sərfəli şərtlərlə təklif edir. Yəni 60 ayədək faizsiz leasinglə burada fermerlər texnikaları əldə edə bilərlər. Özü dünyaca məşhur texnikalardan gedir söhbət. New Holland, Landini, Lovell, McCormick kimi brendlərə məxsus traktorlar, kombaynlar məhz Prior Leasing şirkətində var. 858 qısa nömrədə zəng edib ətraflı məlumat ala bilərsiniz və irəliləyən dəqiqələrdə sizə deyəcəm ki, Prior Leasingin Azərbaycanda 20-dən çox satış nöqtəsi var. Harda varsa birazdan sizi məlumatlandıracağım. Caspian Enerji Group izolyasiya və inşaat materiallarının ölkəmizdə iri ixalçılarından biridir. Yəni dünyaca məşhur Texnonikol və Panaplex markalarının Azərbaycanda rəsmi nümayəndəsidir. 500-dən çox çeşiddə inşaat materiallarının topdan satışını həyata keçirir. Daş yunu, XPS, PVC membranlar, bitumlu membranlar, primer, mastiklər, yüzlərlə məhsulları ilə xidmətinizdədir. Telefon nömrəsi 050 458 88 88'dir. Caspian Enerji Group'un. Təşəkkür edirik. 2021-ci ildən fəaliyyət göstərən Agrosistem şirkəti aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Bura hidrokuler və air-kulerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması və həmçinin də uzun müddəti təzə saxlanılması üçün soyuducu komplekslərin tikintisi də daxildir. 100% investisiya etməyə ehtiyac yoxdur. Biznesinizi böyütmək üçün cəmi 20% ödənişlə müasir infrastruktur sahibi ola bilərsiniz. 050 444 1701 əlaqə nömrəsidir. Biz isə davam edirik. Öz suallarımız hələ çoxdur. Dinləyicilər də yazmaqdadır. 055 203 1103 WhatsApp nömrəmizə. Deməli, biz həm də parketi bir rəngdə görürdük şahusda əvvəl. Yəni təbii ağac rənginin, yəni qəhvəyi rəngin müxtəlif çalarları. İndi isə istənilən rəngi əldə etmək olar. Bəli. Bu barədə nə danışa bilərsiniz? Necə oldu bu? Bu progres necə getdi? Bugün daha çox hansı rənglərə üstünlük verirlər? Hansı bahalı rəngdir, hansı ucuz rəngdir? Buyurun. Rənglər ümumiyyətlə götürəndə qiymətlər, məsələn, satış qiymətləri eynidir. Rənglərin rənglərinə görə satış qiyməti artım, aşağı, yuxarı yoxdur. Bu bir mənalı olaraq. Rəngin seçilməsi isə ustaya aid deyil. Evin xazəkasından ya ev yəsinin xanımından və ya belə deyə, həyat yoldaşından və ya da ev sahibindən asılıdır rəng. Qaldı ki, istənilən rəngi vurmaq olur. Ən rahat vurulan rənglərdən, rənglər belə deyək ki, BS əsaslı, belə deyək, sintetik BS əsaslıdır. Onlar da 5-7 dəqiqədə, məsələ, var Azərbaycanda bugünkü gündə, əvvəllər o, Azərbaycanda o yox idi. Məsələ, 5-10 dəqiqə arasında 8 dəqiqə, ən aşağısı 5 dəqiqə vaxt verir ki, ustalar əllə və yaxud da bir diskli stanokla, pad deyilən bir şey var, padı stanokla altına qoyub, oraların hamısı mənə tanıyır usta yoldaşlar ki, qoyub rəngi vurmaq olur. Bir rəng hamısı olur, gözəl də rənglər çıxır. Qaldı ki, məsələ, var bəzən, məsələ, rənglərdə soyulmələr var. O, hansı rənglərdə soyulma var? O, rəngin adını deyə bilmərəm burada. O rənglər yağ əsaslı rənglərdir. Yəni, o müştəriyə, o satış şirkətinə olmaz elə şeylər demək. O rənglər mən soyulmağın səbəbi və səbəb olmamasını da deyirəm. Mən ustalara deyirəm ki, həmişə, əgər əllə vurırsınızsa, məsələn, belə deyək də, sintetik kətan yağı əsası, belə deyək, rəngi əllə vurırsınızsa, mütləqi ona sintetik lak vuracaqsınızsa 24 saat gözləməlisiniz, yox su bazlı lak vuracaqsınızsa 48 saat gözləməlisiniz. Ancaq stanokla vurursansa, yəni bir diskli stanokla, məsələn, Sambanı tanıyır bizim Azərbaycanda uşaqlar, Samba stanoku deyirlər, Almaniya istehsalı, məndə Vikingdir, İtaliya istehsalıdır, yəni ondan ölkədə yox deyilən, tanımırlar, adlarını bilmirlər. Yəni eyni fərqi yoxdur, eyni iş görür. O stanoklarla vurulursa, məsələn, 12 saatdan sonra sintetikli vura bilərlər, 24 saatdan sonra su bazlı lakı vura bilərlər. Əslində su bazlı laklar ondan daha ona görə qəşəng belə nətərdirlər, ev sahibinə də yaxşıdır ki, tamamilə hava alır,
Tamamilə hava alır. Ondan sonra sintetikin mesela bir komponentdir. Rastavartini qatıb vurursan. Mesela yeyilmə müddəti 10 il 15 ildir. Ancaq su bazlı lakların mesela yeyilmə müddəti 15 il 20 ildir. Hətta ikinci komponent var. Orada 5 litre 250 gram ikinci komponentin qatırsan daha da ömrü uzalır. Restoranlara, işləyən yerlərə, ofislərə isə onu 500 gram qatırsan belə deyək 5 litre. Yani yarım litre qatırsan o daha da möhkəmləndirir. 20 il birbaşa yeyilmə qabiliyyətini itirmir. Yani deməli, nə qədər bu qatqıların olub-olmaması dərəcəsi də təbii ki, materialın və uzun müddətli dözümlü olmasına da böyük təsir göstərir. Və elə qeyd elədiyiniz kimi növləri də çoxdur. Rənglərindən də qeyd elədiniz və dediniz, bayaqlara eşitdim sizdən ki, siz dediniz, nəyi dediniz deyə bilməzsiniz? Rəng növünü deyə bilməz, hansı rəng daha hansı firmanın rəngləri o haqda da deyəmərəm. Çünki var, məsələ var, uşaqlar soyulənlər var, mən hamısını bilirəm. Deməli, o rəngdən asılıdır həm də. Rəngdən yox, o rəngin ustanın düzgün ondan istifadə etməsindən. Çünki usta onu vurub 12 saatdan sonra götürüb ona su bazlı, sintetika su bazlı lak vurarsa o soyulma verəcək. Ancaq sintetiki vursa 24 saatdan sonra əllə vurursa o soyulmayacaq. Biz indi zəmanət və dözümlülük məsələsinə də irəlilən dəqiqələrdə toxunacağıq. Bir də ki, elə dediyim kimi xarici malla, istehsalla bizim istehsal müqayisələr aparacağıq. Bir də nə yadıma düşdü? Bu parketi hansı növ yapışqanla yapışdırmaq daha məsləhətdir? Yəni biz adətən bunun üçün bu PFA adlandırılan yapışqandan istifadə olunduğunu görürük. Bu düzdür yoxsa necə? Sovet vaxtından bəri PV ilə istifadə olunub həmişə. Məsələ son belə deyək ki 15 il bundan qabağa qədər, 20 il bundan qabağa qədər PV ilə vururdular. PV suya qatılır. PV-nin tərkibində su var. İstəsə laboratorda yoxlaya bilərlər. Mən də vurmuşam. İstər-istəməz bir müddətdən sonra PV parketin nəmliyi keçir, o ayrılma verir. Yaxşı olar ki, silan tərkibli bir komponent, mesela beton üstünde, steşkanın üstünde 2 komponentlə, ancaq sadə diktin üstündən bir komponent kleylərdən istifadə eləsələr daha doğrudur. Necə parket var, olduğu kimi qalır, şişmə sıfıra bərabərdir və Saben usta da əziyyət çəkmir ki, bu şişdi, aralandı, parketin arası doldurmaq üçün Azərbaycanda solid filleri, mesela Reynerin var, solid filleri, digərlərindən var, Lega Ştuka var, Azərbaycanda gətiriblər. Parketlərin arası ara olarsa, öz 80'lik şirfovkadan sonra öz aplikası ilə, yəni özünün tozu ilə qarışdırıb birbaşa doldurmaq olur. Parketin rəngin olduğu kimi birə-bir saxlayır, olduğu kimi. Heç bir dəyişiklik vermir. Yalnız dəyişiklik rəng vursa, yəni tonirovka deyirik biz ona. Rəng vursa orada mesela qaralma azmaz, tündləşmə o birisindən digərə nisbətən biraz tünd olur. Ancaq elə bilənsən lak vuranda istər su bazlı, istər sintetik əsaslı lakları vursan, heç bir dəyişiklik olmur. Yaxşı olar ki, bir komponent və 2 komponent kleylərdən istifadə eləsin usta yoldaşlarımız. Şahsta elə yavaş-yavaş gələk həm bu zəmanət məsələsinə. Yəni məsələn sizin gördüyünüz işdən gedirsə bu parket döşəmənin ömrü nə qədər olur? Yəni siz özünüz gördüyünüz işə nə qədər zəmanət verirsiniz? Bir insanın ömrü çatmır, onu şirfovka eləyib təzədən eləsin. Yəni yeyilib qutarmaq. Çünki parketin üst hissəsi 7 mm-dir. Şirfovka olan hissəsi. Bəli, ola bilər ustalar baraban tipli SO206 stanok var, baraban tipli. Ondan götürüb dərindən şirfovka eləyərlərsə başqa. Normal bir stanokla belə deyək ki Trionen eləyirlər, Legler var Almaniyanın, Hummer var Almaniyanın, yəni Berger var Almaniyanın və yaxud da Vikik var, məsələn mən birbaşa eləyirəm. Yəni onlar onu çox yonmur, millimetrinə də dəymir. Yəni onu ən azından 7-8 dəfə, hər dəfə şirfovka eləyəndə 15 il gedərsə gör neçə il gedir. Yəni uzundur. Uzun. Parketin aralanmamasının bir nömrəli səbəbi evdəki xanımlar arasıldır. Niyə? Çünki xanımlar suyu basır, götürür, onu sulu çox silir, ona görə də taxta tərkibinə suyu çəkir parket, sonra da aralanır. Əslində Azərbaycan Respublikasında Rus dilində xodza parketdir, Azərbaycanda parketə qulluq deyilən vasitə var. Biri bir aylıqdır, ayda bir dəfə silmək üçün. Tərkibində dərəmun var. Öz krışkasından bir krışka litr yarım suya qatıb parketi silmək üçün ayda bir dəfə, biri isə gün aşırı silmək üçündür. Onların bircə dənəsini alsalar, bir onlara bəsdir. Parketə qulluq. Onlar yağlılıq var, parketin tərkibinə su keçmir, su keçməyəndə də parket şişmir və aralanmır. Yəni bu məsələdə xanımlardan asılıdır. Bir nömrəli, bəli. O deməli döşəmənin zəmanəti həm də xanımlardan asılıdır. Bəli, evin xanımlardan asılıdır. Kişinin yaşayış o həyat zəmanəti
əmanəti belə xanımlardan asılır. Orası Biz nəyin elədir. söhbətinə Orası varıq? elədir. Valla. Orası elədir. Ona görə bax buna diqqət. Əlbəttə ki, bu barədə xanım bilməyə də bilər. Əlbəttə bildirmək lazımdır. Qoy qabaqcıdan bilsin. Bizim xanım bacılarımızdan, qızlarımızdan, nə bilim, öz bacılarımız da hamısı Azərbaycan vətəndaşıdır. Fərqi yoxdur. Milliyyətindən asılı. Ona aidiyyəti yoxdur. Onlar götürüb məsələ şotka alırlar, görürsən. Pilisos üçün şotkanın alt hissəsini təkərsiz alırlar. Birbaşa şotkanı qaldırırlar, altında dəmir hissələr var. O dəmir hissələr elə bilirlər ki, məsələn 2 komponent vursan bu cızılmaz. Lak dəmir deyil ki, dəmir də cızılır. Onun üçün də yumuşaq şotkalardan istifadə eləməlidirlər ki, parketi cızmasın. Altındakı tüklü olur, onun qabaq arxa hissəsində tüklü olanlar var, Avropa stilli, Rus istehsalı da var. Yəni onlardan istifadə etsələr parket cızılmaz. Yox, birbaşa buraxıb dəmirlə parketi təmizləyirlər, sonra deyirlər ki, lak yumuşaqdır. Lak yumuşaq deyil. Bax, bir dənə bir dinləyici yazıb, mənim də yadıma düşdü və hətta onun qoxusunu hal-hazırda duydum. Məktəb vaxtları yadıma düşdü. Yəni, keçmişdə bax, məktəblərdə nöyütlə silirdilər pulu. Yəni, kəndlərdə. Belə bilmirəm. Mən məsələn oxuduğum məktəbdə həmişə yadımdan çıxmaz. Yəni səhərlər gəlirdimsə onun iyi qoxusu gəlirdi həmişə burnuma. Yəni parketi silmək olur? Xeyr, olmaz. O vaxtda növətlə bir də salarkən evlərdə, kənd evlərində ev tikəndə atmaları onunla eləyirdilər ki, qurt düşməsin. O işlənmiş yağlarla bir də növətlə. Növətlə parketi silmək olmaz. Hətta keçən dəfə canlıda mən canlılar açıram. Bir usta qayıtı ki, mən laka növət qatıb olmaz. Bir də bir şey deyəcəm sizə, bu ən vacib məsələlərdən biridir. Usta yoldaşlarımız aldığı lakların heç biri üstünü oxumur. Lakın üstünü oxumalısan. Bax, götürüb məsələ tutalım ki, lak alır 12 litre, belə deyək ki, bir vedrə lak alıb. Götürür onun üçün 2 litre, yarım 3 litre rastvartili qatır vurur. Bu köpük verir 1, soyulma verir 2. Olmaz. Üstündə yazılıb ki, sən 10% rastvartili qata bilərsən. 1 litr 200 qram. Və yaxud da şirfovka eləyir. Götürür əllə şukalayır, ona polirovka deyirlər, matopka deyir onlar. Düzdür, mən stanokla eləyirəm, mən bir başqa, onlar bir başqa. Mən işlədiyim stildə Azərbaycanda hamısı bilir, hamısı qəşəng tanıyır. İkinci bir usta yox ki, o stillə işləsin. Yəni bilmirlər. Götürün polirovka eləmirsən məsələn. Onu götürür, silir. Nə məski ilə. Silmək olmaz, üstündə yazılı olmaz. Əgər silirsənsə, yüngül silmirsənsə 1 saat, yox, əməlli ıslaqla silmirsənsə toz qalmasın, ən azı 3 saat vaxt verməlisən ki, o qurusun. Əks halda bütün ollaqlar soyulur. Bu birbaşa mən işin boşuna gedirlər. 3 dənə dolğunun vurulma qaydası, lakın vurulma qaydası bütün sosial şəbəkələrdə paylaşım eləmişəm ki, usta balalarımız, yəni cavanlar deyirəm, böyüklər, qardaşlar. Amma yenə də var olasınız. Bax, onları eləyirsiniz heç olmazsa. Paylaşım eləmişəm ki, onlar bilsinlər. Onların əvəzinə isə götürüb şikayət eləyir, mənə bloklayırlar, videolarımı silirlər. 3-5 nəfərlə heç nə olmaz. Yox, 150 videonu siliblər. Doğrudan deyirsiniz, laf elə. Var. Görürsünüz ona görə. Çünki haqsız o deyir tənbəl ustalar çoxdur da. Pulumu alım, çıxım gedim. Ona görə onlar pisliyindən qalmasa, yaxşılığından qalan deyil. Əlbəttə. İndi məsələ pis nədir? Siz buradasınız, onlar yox. Fikir verdinizsə, yəni Xəzər FM radiosu olaraq. Yəni o barədə deyirəm, həm də bizim studiyamızın qonağı olaraq. Yəni yenə deyirəm ki, yəni onların yerində siz deyilsiniz. Yəni siz buradasınız, Xəzər FM radiosundasınız. Siz də elə belə dəvət eləməmişik. Elə bəlkə də elədiyiniz yaxşılıqlara görə dəvət eləmişik. Bir də rənglər haqqında. Bəli, əlbəttə. Yəni bilirik ki, bu işi rənglər barədə danışın, əlbəttə. Biraz o rənglər bizim Azərbaycan ustalarında gözəl ustalarımız var. Həndəsi fiqur yığan, gül yığanlar, pol vuranlar, şahmat, plintus, hər bir şey gözəldir. Sadəcə bizim ölkəmizə rəngə qarşı biraz ustalarımız çox zəifdir. Mən deyərdim ki, belə deyək də, sıfıra yaxın bir şeydir. Çünki rəngləri vururlar, ləkələr qalır, soyulmalar verir. Nə qədər izah edirsən... Burada səliqə məsələsidir, yoxsa nədir, səbəb nədir eləyə bilmirəm? Bilgiləri zəifdir. Orada məsələ qıraq hissələrə vururlar, görürsən ki, qıraq hissələr tünc seçilir, orta hissələri bir açıq seçilir. Bunlar fərqlərdir. Və yaxud da vurur, caladığı, birləşdiyi bir yerlərdə ləkələr qalır. Onlara diqqət, bax, mən yüzlərlə orada Instagram, Facebook, YouTube kanallarımda, TikTok, WhatsApp hamısında qoymuşam. Lakın vurulma qaydasıdır, məsələn, rəngin vurulma qaydasını qoymuşam. Məsələn, 28 dərəcədən yuxarı lakı götürüb, belə-beləsinə vurub gedirlər, elə-belə sadəcə o lakların, valiklərin yeri qalır. Əslində 28 dərəcədən sonra evi boydan boya vurmalısan. Orada var, paylaşmışam ki, 28 dərəcədən sonra lakın vurulma qaydası. Evi boydan boya vurmaq lazımdır. Digər hallarda isə 3 istiqamətdə köndələn,
təkrar düz ütüləmə deyirlər onu. Getdikcə valik hündürə qalxmalıdır. Ki, valik yerdə birbaşa qalmamalıdır. O qalanda valikin dayandığın yer sabinləri quruyandan sonra yerdə qalır. Bunlar hamısı önəmlidir və orada da çox faktorları var. Tamamilə doğrudur. Və 055-203-1103 WhatsApp nömrəmizə yazın. Reklamlardan sonra qaydaq. Hələ bir neçə suallarımız var qonağımıza. Xəzər Radiosunda reklam vaxtı. Ev, maşın, təmir ya da təhsil 50.000 manatadək nağd kreditini minimum 9.9% ilə əldə et. Planlarını həyata keçir. Ətraflı 145. Bank of Baku. Bank of Baku 18 fevral 2005 yıl tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Priorda bu traktor indi daha da sərfəlidir. 110 at güclü New Holland TD 5.110 universal traktorunu indi cəmi 5110 AZY-nə əldə et. Ətraflı məlumat üçün 858-ə zəng et. 2021-ci ildən fəaliyyət göstərən Agrosystems şirkəti aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Bura hidrokuler və aerokulerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması, meyvə və tərəvəzlərin uzun müddətli və təzə saxlanılması üçün soyuducu komplekslərinin tikintisi, eləcə də cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisi daxildir. Biznesinizi böyütmək üçün 100% investisiya etməyə ehtiyac yoxdur. Cəmi 20% ödənişlə müasir infrastruktur sahibi olun. Qalanını dövlət subsidiyası və faizsiz liziklə reallaşdırın. Agrosystems ilə bugün investisiya edin, illərlə qazanın. Telefon 050-444-1701. Kaspian Enerji Group izolyasiya və inşaat materiallarının ölkəmizdə iri idxalçılarından biridir. Dünyaca məşhur Texnomikol və Penoplex markalarının Azərbaycanda rəsmi nümayəndəsidir. 500-dən çox çeşidli inşaat materiallarının topdan satışını həyata keçirən Kaspian Enerji Group inşaatınızın güvənilir və əvəz olunmaz partnyoruna çevrilə bilər. Daş yunu, XPS, PVC membranlar, bitumlu membranlar, primer və mastiklər, OSB panera, betopan, alçıpan və profilləri, digər yüzlərlə məhsulları ilə xidmətinizdədir. Evinizə və layihənizə izolyasiya materialları lazımdırsa, bunun üçün ünvan Kaspian Enerji Group olmalıdır. Telefon 050-458-88-88. İndi ATB'də rabitə və IT sayəsində çalışanlara komissiyasız nağd kredit imkanı. 4 il müddətinə 12.5%-dən 80.000 manatadək kredit əldə edin. Krediti olduğunuz yerdən ATB.az saytında online sifariş edin. Azərtürk Bank, sizin dövlət bankınız. Azərtürk Bank, Azərbaycan Respublikası Mərkəzi Bankının 234 nömrəli lisensiyası əsasında fəaliyyət göstərir. Müasir tibbi texniki bazaya malik West Hospital pasiyentlərinə 20-dən çox tibbi şöbəsi ilə xidmət göstərməkdədir. Təcili və təxirə salınmaz tibbi yardım şöbəsi 24 saat xidmətinizdədir. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Bank of Baku'nun Dostbank mobil tədbiqinə daxil ol. 50.000 manatadək krediti minimum 9.9%-lə heç yerə getmədən onlayn əldə et. Bank of Baku. Dostbank, Bank of Baku'nun mobil tətbiqidir. Bank of Baku 18 fevral 2005 yıl tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Əsl məsələ o deyil, məsələ səsələmək. Euroaksdan dinləmək, özünə bəsləmək. Əsl məsələ Euroaksdır. Pulunu sadəcə yığmaq yox, hər gün artdığını da görmək istəyirsənsə, bir bank yığım hesabı tam sənlikdir. Bir bank yığım hesabında pulunun artması üçün ay sonunu gözləmirsən. Cəmi 24 saat kifayətdir. Çünki hesablanan faiz hər gün balansına əlavə olunur. Üstəlik pula ehtiyacın olsa və pulunu çıxarsan, qazandığın faizlər də özünə qalır. Bir bank yığım hesabı ilə gözləmədən qazan. Bir bank, Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəh nişanıdır. Abşeron Mall'da Shopping Fest başladı. Ulduzlu mağazalardan alışveriş et. Dipal S09 avtomobili kazanmaq şansı əldə et. 3 ədəd Şarman Şeyx turu, iPhone 17 Pro, iPad, skuter və daha çox hədiyyə səni gözləyir. 30 sentyabradək hər 50 manatlıq alışverişdə bir lotereya bileti qazan. Abşeron Mall'da daha çox alışveriş, daha çox şans deməkdir. Əlaqə Ulduz 6767. Mən Ayxan. Mənimlə gələcəyin bankını qarşılayın. ABB-nin səsli süni intellekt köməkçisi olaraq artıq xidmətinizdəyəm. Sadəcə istəyinizi səsləndirin, dərhal yerinə yetirim. Kartlar və öz hesablarınız arasında köçürmələr, kartlarınızın aktiv və ya deaktiv edilməsi, bankla bağlı suallarınızın cavablandırılması indi çox asan. ABB Mobile hər yerdə sizinlə danışan bank. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisensiyası əsasında fəaliyyət göstərir. Xəzər Radiosunda reklam vaxtı. WhatsApp nömrəsi
055 203 1103. Biz davam edirik, parketlərdən danışırıq. Şah Usta bizim qonağımızdır. Təşəkkür edirik ki, bizə vaxtını ayırıb. Bir də artıq yavaş-yavaş proqramın sonuna gəldikdə üstəlik qiymət məsələsinə toxunaq. Yəni parketlərin qiyməti bugün neçədən başlayır və onların qiyməti nədən asılıdır? Nə deyə bilərsiniz? Parketlərin qiyməti onun palıd, fıstıq olmağından başlamağı. Bir də ki, onun birinci sort, ikinci sort, rəyək də deyək ki, premium deyirlər, vış sortlar ondan asıldı. Yerli parketlər təxminən belə deyək ki, 35-65 arası təxminən bu aradadır. Yerli parketlər Azərbaycanda satışda təxminən belənsinədir. Ancaq Avropadan gələn, Türkiyədən gələn parketlər, bu gedir laksız parketlərdən söhbət gedir. Yəni onlar isə bahadır. Onlar isə 65 manatdan 85 manata qədərdir. O da ölçüsündən asılıdır. 9'un 90'a var, 9'un 60'a var, 9'un 50'ye var və yaxud 7.49 var, 7.42 var, 7.40 var. Bunlar ölçüsünə və növünə görədir. Düyündədir, düyünsüzdür, premiumdur, yoxsa beloklu, yəni ağ parketlər, beloklu parketlərdir. Bunlar hamısı sortuna və növünə görədir. Ancaq laklı parketlər isə şiponla olan injiner daskalar və yaxud da ki, lamina parketlər deyirlər. İnjiner daskalar məsələn təxminən belə deyək ki, 125-130 manatdan bu aradan qalxır. Daha 200 manata qədər var. O ölkəsinə və istehsalına baxır. Onlar da keyfiyyətinə, üstündəki şiponlar məsələn 3 mm də ola bilər, 3.2, 4.2 mm də var. Yəni şiponu qalın olduqca qiyməti baha olur. Gələcək şifovka eləməyə görə biraz baha çıxır onlar. Qaldı ki, məsələ, injiner daskalar həmin o cürədir. O istipol üçün də var, sağda diktin üstünə də vurmaq üçün də var. Lamina parketlər isə onlar da istipola da gedir, bir də diktin üstündə vurmaq olur. Kleylə də vurmaq olur, zamokla da, zamok üstə vurmaq olur. Altı dikti, üstü də deməli 3.8, 3.6 mm şipondur. Onu da eyni rəngini dəyişib şifovka demək olur təkrar və hətta rəngini istənilən rəngə dəyişmək olur. Rəng seçimi isə ev sahiblərindən asılıdır. Ancaq ev sahiblərindən. Dinləyicimiz yazır ki, usta dedi Avropada çox yerdə olmuşam. Orada daha çox pola deyir, yəni yerə nə vururlar? Belə çıxır ki, hamısının evi parketdir deyir. Çox hissəsi onlarda laminat, oralarda mən gördüm ofislərdədir, idarələrdə, belə idarələrə, dövlət müəssisələrindədir. Orada vururlar. Ancaq yaşayış mənzillərində və digər yerlərdə ən çox laksız yox, laklı parket çox vurulur onlarda. Ən çox onlarda injiner daskadan istifadə edirlər Avropalılar ki, bir dəfəni gətirib toz torpaq eləməmək üçün şifovka olur, toz olur, lak al, onu al, bunu al deyə şukuka al. Bir dəfəni gətirir laklı parket vurur. Bu da onların ciblərinə yeddidir ki, məsələn 15 ildən sonra, 20 ildən sonra söküb təzəsində vura bilərlər. Bəli. Şamsda bayaqları qeyd elədik, yəni bizim də yerli istehsal var, xaricində, Almaniya və s. Bunların sırasında birinci nömrədə keyfiyyətdə hansı ölkə gəlir, yəni istehsalında? Bunu sadalaya bilərik, yəni arda. Mənə görə İtaliyadır, Almaniyadır, Şveysariyadır. Yəni sonralar o cürdə Ukrayna, Rusiya, Belarusiya, məsələn Türkiyədə onların, məsələn Rusiyadan da qəşəng istehsal edir, çox qəşəng istehsalları var. Hazır parketdə, injiner daskada, ondan sonra laksız parketdə çox qəşəng istehsal edirlər. Bizdə necədir? Yəni ola bilsin ki, Azərbaycanda var, məsələn burada laksız parketlər istehsal edirlər, çoxdan, indi yox. Təxminən 94-cü, 95-ci ildə türklər Ceyranbatan deyilən yerdə istehsal edirlər. Keyfiyyət pis deyil. Stanokların əvvəllər ki, amma adicə məsələn Türkiyəyə çatmır da deyirsiniz məsələn. Türkiyəyə yox. Onlar laklı da bıraxır, laksız da. Türkiyə istehsalı bir başqadır. Yəni bunlar da türklərdir, işçilər Azərbaycan vətəndaşlarıdır. Pis deyil, qəşəng parketlərdir. Mən çox işləmişəm, heç bir problem yaşamamışıq. Siz bayaq qeyd ediniz bizim xanımlar bax nəm əski ilə döşəmə silməyi, yəni hələ belə baxana tərk etməyib və bunun da bəyan qədər ziyanları var. Parketin başqa düşməni nədir? Nə deyə bilərsiniz qısa olaraq məsələn? Varmı başqa bir hallar ki, onları qeyd eləmək lazımdır? Başqa düşmən o ki, ev sahibləri və sahibələri işlətdiyi bütün stol və stollar, yəni masaların zaten hamısının altına keçə yapışdırır.
yapışdırmalıdır. Bir yumşaqlığa nömrəli, görə, yumşaq bəli. hissə yapışdırmalı. Oturacaq, döş masaları, belə deyək, bütün hamısının altına yapışdırmalı ki, digər yerdən bir təkər uşaq sürüşdürəndə və yaxud da özü sürüşdürəndə sızmasın. O dəmir deyil, o laf. Amma adam da var, heç onun vecinə də deyil. Yəni nə barədə narahat deyil ki, o Onsuz sızılar. dərzən eləyəcək. Onsuz da eləyəcək. Elə adamlar var. Var, Amma adamlar var. çox həssasdır. Necə ki biz adicə divar kağızlarına həssasıq. İndi baxırsan ki, mənim uşaqlıqdan yadıma gəlir ki, məsələn indi nənəmdir, xalamdır, əsasən xanımlardan, evdə olanlardan həmişə mənlə əlvi vurma divar kağızına, divara əlvi vurma çirk olar ki. Amma elə məsələn ailələr tanıyırıq ki, yəni çox narahat deyirlər, yəni divar kağızda deyil. İmkan daxilində olan şeydir o. Hə, amma yəni doğru qeydlər aparırsınız da təbii ki, əlbəttə. Mütləq bax, bir daha deyirəm ki, inqilabda söz görəcəksiniz, 2-3 dükkanda var, 3 dükkanda var orada. Onlarda üstünə yazılıb, rus dilində yazılıb və alman dilində də yazılıb, İtalyan dilində də. Uxodza parket, parketdə qulluqdur. Biri ayda bir dəfə silmək üçündür. Yəni öz qapının, fanta qabının krışqası qədər krışqası var. O krışqa ilə 1 litr yarım suya qatırsan, sonra götürüb silirsən polu. Bir də var, gün aşırı silənlər. Xanımlar var ki, biraz təmizliyi çox istəyir. Çox həssasdılar, hə. Onlar isə bir gündən bir silmək üçün onu qatanda parketin lakının yeyilməsi və keyfiyyətinin uzun müddətli olmasına çox xeyirlidir. Hətta deyərəm ki, bir nömrədir o. Şahsda biz sizi çox, yəni sizi tanıyan çoxdur. Yəni hələ belə bir insan rast gəlməmişik ki, məsələn desinlər ki, Şah Usta burada hər hansı bir məsələn qüsur var və yaxud nə var işində və s. Yəni hər şey yeri yerində. Bir sual verəcəm, buna səmimi cavab verin. Siz özünüzdə bunu istedad kimi hesab edirsiniz, yoxsa bu yerə hamı gəlib çata bilər? Yox, bu yerə hamı öz üzərində işləsə çata bilər, əlbəttə ki. Yəni var elə adam ki, məsələn potensialı var da buna. Yəni məsələn əli çox səliqəlidir. O necə ki bir xanım olar, yeməyi bişirər, bir əlinin duzu var da. Nə eləyirsə dadda alınır məsələn. Burada da yəni bu işdə də belə bir hal var yoxsa? Bu işin əsas məsələsi odur ki, bir usta özünü öyməməlidir. Ki mən bunu bilirəm deyə yox, onu mən də eləmərəm. Bir usta nəysə bilmirsə, o bu digər ustadan, yoldaşından, tanışından, bilişindən öyrənməlidir. Köhnə qaydada qalmamalıdır. Dədəm, babam bunu eləmişdi. Mən bu ustanoqla eləyəcəm bunu. O devir deyil. İndi başqadır. İndi tələbat, ev sahibləri sənə pul verir. O da zəhmət çəkir. Banca girir, girmir və yaxud da özü qazanır. Hansı əziyyətlə qazanır. Sən də onun sənə verdiyi pula, danışdığın qiymətə görə o məsələni həll eləməlisən. Yaxşı eləməlisən. Görməlisən. Əsasən mənim bu şeyləri öyrənməyimdə mən Azərbaycan ustalarından bunu bilməyənən olaraq deyirəm, heç bir usta deyə bilməz ki, mənim adım Şahzadədir, Şahzadən bizim yanımıza işləyib, öyrənib və yaxud da nəysə bizdən öyrənib. Xeyr, heç vaxt. Mən müasib bir adam olmuşam. Əvvəli usta olmuşam. Yaxşı, onda siz hardan öyrənmişsiniz? Mən əvvəli Keçdə Mebel fabrikdə işləmişəm, mebel sənayesində 1 il, sonra 18 il Ağa Cemal zavodunda işləmişəm, qapı pəncərə yığmışam, ondan sonra panoramada işləmişəm, yəni bu işləri görmüşəm. Bu işlərdən gəlmişəm. Sonra isə parket jurnal ustalar, şiponlar, zadlar işləyirdim, buxaltır işləyəndə, güllər işləyirdim, ornamentlər işləyirdim. Sonra da keçdim parket işləyirdim. Ancaq öyrənməyimin, parketin sirlərini öyrənməyim mən YouTube-dan öyrənmişəm. Maşallah, maşallah. YouTube-dan. Google və YouTube. Doğrudan da bugünkü dövrdə, indiki dövrdə hər şeyi əldə etmək mümkündür. Hər şey açıqdır. İstər sosial şəbəkələrdə və s. istəsək nail ola bilərik. Onu deyə bilərik. Proqramımızın sonuna gəlib çatırıq. Bir daha West Hospital'a təşəkkür etmək istəyirəm. Vətəndaşlara yüksək keyfiyyət, güvənli xidmət göstərirlər. 20-dən çox tibbi şöbəsi ilə və müasir standartlara cavab verən rəqəmsal cihazları da var. Respublika ərazisində xəstələrin nəql olunması mövcuddur. Ünvanda təcili və təxirə salınmaz tibbi yardım var. Ünvanda laboratoriya xidmətləri və orta tibbi işçisi xidməti də var. Qısa nömrə Ulduz 7606-dır. Təşəkkürlər West Hospital. 2021-ci ildən fəaliyyət göstərən Agrosistem şirkəti aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Cəmi 20% ödənişlə müasir infrastruktur sahibi ola bilərsiniz. Qalanını dövlət subsidiyası və faizsiz lizinqlə reallaşdırın. Agrosistemslə bugün investisiya edib illərlə qazana bilərsiniz. 050 444 1701 əlaqə nömrəsidir. Agrosistemsə də təşəkkürümüzü bildiririk.
Kaspian Enerji Group deyir ki, binanızın fasadını yaxud evinizi daş yunuyla izolyasiya etmək istəsəz, məhz onlara müraciət edin. Çünki izolyasiya materiallarında ölkəmizin ən iri idxalçısıdır. Texnonikol və Panaplex markalarının ölkəmizdə rəsmi nümayəndəsidir. Yüksək keyfiyyət axtarışında olanlar seçiminiz Kaspian Enerji Group olsun. 05458 88 88 əlaqə nömrəsidir. Azərbaycanda 20-dən çox satış nöqtəsi var Prior Leasingin. Gəncə, Quba, Şəki, Cəllabad kimi regional mərkəzlərdə Priorun filialları mövcuddur. 26 at gücündən 223 at gücünə qədər traktorları ən yaxın Prior filialından əldə edə bilərsiniz. 858 qısa nömrə ilə əlaqə saxlayıb ətraflı məlumatı alın. Və son olaraq Evraksa təşəkkürlər. Smart saatlar, powerbanklar, adapterlər, naqillər, yaddaş kartları, avtomobil aksesuarları da bura daxildir ki, Evraksın əsas üstünlüklərin biri bütün məhsullarına 2 il zəmanət təqdim etməsidir və bu məhsulları ölkə üzrə bütün mobil aksesuar və elektronika satış nöqtələrində əldə etmək mümkündür. Təşəkkür edirik bir daha Şapsda, vaxtımıza saniyələr qalıb, ona görə çox sağ olun. Biz yenidən qismət olarsa sizə zəng edəcəyik, dəvət edəcəyik və böyük ümidlə ki, siz yenidən bizim dəvətimizi qəbul edəcəksiniz. Çox sağ olun, minnətdaram. İzləyicilər də minnətdaram ki, baxdılar, izlədilər. Mən deməkdə məqsədim bir dənə odur ki, usta yoldaşlarımız bilməmək ayıb deyil. Öyrənsinlər, digər usta yoldaşlarından müraciət edib öyrənsinlər və ev sahiblərini öz işlərinə məmun salsınlar, rahatçılıqla halal çörəklərin ailəsinə aparsın. Təşəkkür edirik əziz dinləyicilər. Sabah yenidən eyni vaxtda eşidilmək ümidi ilə hələlik.